Hərdən biz məclislərə gedirik, görsən ki, biri qab yuyur, biri stakan yuyur, biri yeməyi aparır, biri xidmət eləyir. Yeyən də dəyərlidir. Xərcləyən də heç kəs sorğulamır ki, sən nəsə verdin, yox. Bura eşq mərkəzli bir münasibətlərdir. Bu gözəldir. Məclisini gərək transfer eləyək həyatımıza. Təkcə məclisində elə olmayaq, həyatımızda elə olaq. Məclis qutarandan sonra da elə olaq. Qonşu ilə də elə olaq. Ərbəin ziyarəti bunun kulminasiya nöqtəsidir. Neçə milyon insan bir-birinə can deyib, can eşidir. Vallah möcüzədir müasir dünyada. Möcüzədir, bir-birinə yalvarırlar, yaxarırlar ki, icazə ver sənə xidmət edeyim. Görmüşsünüz o görüntüləri, dayanır, deyir, oturmuşam, gəlib dayanıb qabağımda. Başa düşmürəm, deyir. Oturmuşam, dayanıb qabağımda. Başa düşmürəm, bu niyə dayanıb? Bəlkə telefonda nəsə eləyirəm, baxır, niyə, başa düşmürəm. Sonra soruşdum ondan ki, niyə gəlib dayanmışsan? Deyir, heç nəyim yoxdur xidmət eləməyə. Günün qabağında kölgə ola bilirəm ki, dayanmışam ki. Vallahi bu gözəl həyatdır. Və bu reallıqda həyata keçib, bu bir kitablarda yazılır. Məsələ bundadır ki, bu reallıqdır. Bu artıq var. Və bunu eşq yaradıb. İmam Hüseynin eşqi. Və bəzi adam bundan niyə narahat olur, mən bilmirəm. Burada narahat olunası nə iş var ki? Buna sevinmək lazımdır. Hüseynin eşqi bunu eləyə bilir. Xalqı birləşdirir, qəlbləri birləşdirir, insanları bir-birinə sevdirir, lazımsız ixtilaflardan uzaqlaşdırır.